Ev alıb kirayə vermək hal-hazırda sərfəlidirmi? Hal-hazırda deyil, hər zaman sərfəlidir. Lakin baxır mənzilimizin yerləşməyinə və metro stansiyalara yaxın olmağına. Mənzilin təmir xərclərini və boş qalma ehtimallarını da göz almalısınız. Evi özüm satım, yoxsa maklerlə işləyim? Bu sualın cavabı sizin özünüzdədir. Əgər sizin vaxtınız varsa, həm sənədləşdirməyə, həm elan yerləşdirməyə, həm müştərini mənzilə aparıb göstərməyə əlbəttə ki, mənzilinizi özünüz sata bilərsiniz. Lakin Qarant Əmlak 15 illik iş təcrübəsinə görə bizim yetərincə böyük bir müştəri bazamız mövcuddur. Yəni siz elanı yerləşdirmədən belə biz o mənzili sata bilərik. İpoteka şərtləri dəyişə bilərmi? Bəli, bu iqtisadi amillərə bağlıdır. Bu proqnozu öncədən vermək təhlükəlidir. Təmirli ev alım, yoxsa təmirsiz? Təmirsiz mənzil hər zaman təmirli mənzildən daha ucuz başa gəlir və öz istədiyiniz kimi təmir edə bilirsiniz. Lakin vaxtınız yoxdursa, təmirli mənzil alıb daha rahat keçə bilərsiniz. Əgər sizin də mənzillər haqqında suallarınız varsa, kommentariyalarda yazın, biz də cavablandıraq. Mənzil almaq istəyirsinizsə də mənimlə əlaqə saxlayın.